Müşriklər, onlar bizdən qeyb oldular. Xeyr, biz əslində öncə heç nəyə ibadət etmirdik deyəcəklər. Allah kafirləri belə azdırar. Bu, sizin yer üzündə nahaq yerə sevinməyinizə və təkəbbürlənməyinizə görədir. Girin cəhənnəmin qapılarına, orada əbədi qalmaq üçün. Təkəbbürlülərin sığınacağı necə də pisdir. Ya Peyğəmbər, səbr et. Allahın vədi haqdır. Ya onlara vəd etdiyimizin, əzabın bir qismini sənə göstərəcək, ya da səni öz dərgahımıza aparacağıq. Onlar bizim hüzurumuza qaytarılıb gətiriləcəklər. Biz səndən əvvəl də Peyğəmbərlər göndərmişdik. Onlardan kimisi haqqında sənə xəbər vermiş, kimisi haqqında xəbər verməmişik. Heç bir Peyğəmbər Allahın izni olmadan bir möcüzə gətirə bilməz. Allahın əmri gəldikdə ədalətlə hökm olunar. Yalan danışanlar elə oradaca ziyana uğrayarlar. Sizin üçün minməyə heyvanlar yaradan Allahdır. Onlardan yedikləriniz də var. Sizin üçün onlardan daha neçə mənfəətlər vardır. Ürəyinizdən keçən bir arzuya onları minməklə yetişirsiniz. Onların üstündə, gəmilərdə daşınırsınız. O isə öz ayələrini göstərir. Allahın ayələrinin hansını inkar edə bilərsiniz? Məyər onlar yeryüzünü dolaşıb, özlərindən əvvəlkilərin axırının necə olduğunu görmürlərmi? Onlar bunlardan daha çox, daha qüvvətli, yeryüzündə daha çox iz qoymuş kimsələr idi. Qazandıqları dünya malı onlara bir fayda vermədi. Peyğəmbərləri onlara açıq-aşkar möcüzələr gətirdikdə, özlərində olan bəşəri elmə güvəndilər. Onu məsxəriyə qoydular. Kafirləri istehza etdikləri əzab sardı. Onlar əzabımızı gördükdə dedilər, biz yalnız Allaha iman gətirdik, qoşduğumuz şərikləri isə inkar etdik. Amma əzabımızı gördükləri zaman iman gətirmələri Allahın öz bəndələri barəsində öncə olub keçmiş adətinə müvafiq olaraq heç bir fayda vermədi. Kafirlər elə oradaca ziyana uğradılar. Rəhman və Rəhim olan Allahın adı ilə. Ha-Mim. Quran mərhəmətli, rəhimli olan Allah tərəfindən nazil edilmişdir. Ərəbcə Quran olaraq bilən bir qövm üçün ayələri müfəssəl izah edilmiş bir kitabdır. Bu, həm müjdə verəndir və həm də qorxudan. Onların əksəriyyəti üz döndərib dinləməz. Onlar deyərlər, sənin bizi dəvət etdiyinə qarşı qəlblərimiz örtülü, qulaqlarımız da kardır və bizimlə sənin aranda pərdə vardır. Sən öz dininə əməl et, biz də öz dinimizə əməl etməkdəyik. De, mən də ancaq sizin kimi bir insanam. Mənə vəhy olunur ki, sizin tanrınız bir olan Allahdır. Ona tərəf yönəlin və ondan bağışlanmağınızı diləyin. Vay müşriklərin halına! O müşriklər ki, zəkat vermir və axirətə inanmırlar. İman gətirib yaxşı işlər görənləri tükənməz ruzi gözləyir. De, doğrudanmı siz yeri 2 gündə yaradanı inkar edir və ona şəriklər qoşursunuz? O ki, aləmlərin Rəbbidir. O, yer üzündə möhkəm durmuş dağlar yaratdı, onu bərəkətli etdi və istəyənlər üçün bərabər olaraq orada yer əhlinin ruzisini 4 gündə müəyyən etdi. Sonra Allah duman halında olan göyə üz tutdu. Göyə və yerə belə buyurdu: İstər-istəməz vücuda gəlin. Onlar da istəyərək vücuda gəldik deyə cavab verdilər. Allah onları 7 göy olaraq 2 gündə əmələ gətirdi. O, hər bir göyün işini özünə vəhy edib bildirdi. Biz aşağı göyü qəndillərlə bəzədik və hifz etdik. Bu, yenilməz qüvvət sahibi olan, bilən Allahın təqdiridir. Əgər onlar haqdan üz döndərsələr, de, mən sizi Ad və Səmud yıldırımı kimi bir yıldırımla qorxuduram. Onlara əvvəllər də, sonralar da bir-birinin ardınca yalnız Allaha ibadət edin deyən Peyğəmbərlər gəldiyi zaman, onlar əgər Rəbbimiz istəsəydi, mələklər endirərdi. Biz sizinlə göndərilənlərə inanmırıq deyə cavab vermişdilər. Ad qövmünə gəlincə, onlar yer üzündən nahaq yerə təkəbbür göstərib dedilər, bizdən daha qüvvətli kim ola bilər? Məyər onlar düşünmürdülərmi ki, özlərini yaratmış olan Allah onlardan daha qüvvətlidir. Onlar ayələrimizi inkar edirdilər. Biz onlara dünyada rüsvayçılıq əzabını daddırmaq üçün, o uğursuz günlərdə üstlərinə vıyıltı ilə əsən soyuq bir külək göndərdik. Axirət əzabı isə daha rüsvay edicidir. Onlara kömək də olunmayacaqdır. Səmud qövmünə gəlincə, biz onlara haqq yolu göstərdik, amma onlar körluğu doğru yoldan üstün tutdular. Beləliklə, onları qazandıqları günahlarının ucbatından zəlil edici ildırım əzabı yaxaladı. İman gətirib Allahdan qorxanları isə
xilas etdik. Allahın düşmənləri cəhənnəmə toplanacaqları gün onlar saxlanacaqlar. Nəhayət, onlar cəhənnəmə gəldikdə qulaqları, gözləri və dəriləri etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir. Onlar öz dərilərinə, nə üçün əleyhimizə şəhadət verirsiniz, deyəcəklər. Dəriləri də, hər şeyi dilə gətirən Allah bizi danışdırdı. Sizi ilk dəfə yoxdan yaradan odur. Siz onun hüzuruna qaytarılırsınız, deyəcəkdir. Siz qulaqlarınızın, gözlərinizin və dərilərinizin əleyhinizə şəhadət verəcəklərindən qorxub çəkinmir. Etdiyiniz əməllərin çoxunu isə Allahın bilməyəcəyini zənn edirsiniz. Sizin öz Rəbbiniz barəsində bu zənniniz sizi məhv etdi və ziyana uğrayanlardan oldunuz. İndi dözsələr də, onların məskəni cəhənnəmdir. Onlar Allahdan riza diləyərək dünyaya qayıtmaq istəsələr də, onların bu istəyi qəbul edilməz. Biz onlara önlərindəkini və arxalarındakini özlərinə gözəl göstərən dostlar caladıq. Özlərindən əvvəl gəlib getmiş cinlərdən və insanlardan olan kafir ümmətlərlə birlikdə əzab hökmü onlar barəsində də gerçəkləşdi. Şübhəsiz ki, onlar ziyan çəkənlər oldular. Kafir olanlar, bu Quranı dinləməyin, o oxunduqda səs-küy salın ki, bəlkə qalib gələsiniz, dedilər. Biz kafir olanlara mütləq şiddətli bir əzab daddıracaq. Etdikləri əməllərin ən şiddətli cəzasını verəcəyik. Budur Allahın düşmənlərinin cəzası, cəhənnəm. Ayələrimizi inkar etmələrinin cəzası olaraq, onların əbədi məskəni oradadır. Kafir olanlar deyəcəklər, ey Rəbbimiz, cinlərdən və insanlardan bizi azdıranları bizə göstər ki, onları ayaqlarımız altına salaq, paymal olsunlar. Şübhəsiz Rəbbimiz Allahdır deyən, sonra da düz olan kəslərə mələklər nazil olub belə deyəcəklər. Qorxmayın və kədərlənməyin, sizə vəd olunan cənnətlə sevinin. Biz dünyada da, axirətdə də sizin dostlarınızıq. Orada, cənnətdə sizin üçün nəfsinizin çəkdiyi, istədiyiniz hər şey vardır. Bağışlayandan, rəhm edən Allahdan ruzi olaraq. Xalqı Allaha tərəf çağıran, yaxşı iş görən və mən müsəlmanlardanam deyən kəsdən daha gözəl danışan kim ola bilər? Yaxşılıqla pislik eyni ola bilməz. Sən pisliyi yaxşılıqla dəf et. Belə olduqda aranızda düşmənçilik olan şəxsi sanki yaxın bir dost görərsən. Bu xislət yalnız səbr edənlərə verilir və yalnız böyük qismət, savab sahiblərinə əta olunur. Əgər sənə şeytandan vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, Allah eşidəndir, biləndir. Gecə və gündüz, günəş və ay onun əlamətlərindəndir. Günəşə və aya səcdə etməyin, onları yaradan Allaha səcdə edin. Əgər ona ibadət edirsinizsə, heç bir şərik qoşmadan ibadət edin. Əgər müşriklər təkəbbür göstərsələr bilsinlər ki, Rəbbinin dərgahında olanlar, mələklər gecə-gündüz usanmadan onu təqdis edib şəninə təriflər deyərlər. Onun qüdrət nişanələrindən biri də budur ki, sən yer üzünü qupquru görürsən, biz ona yağış yağdıran kimi hərəkətə gəlib qabarar. Onu dirildən şübhəsiz ki, ölüləri də dirildəcəkdir. Həqiqətən o, hər şeyə qadirdir. Ayələrimizi inkar edib, üz döndərənlər bizdən gizli qalmazlar. Cəhənnəm oduna atılan kəs yaxşıdır, yoxsa qiyamət günü arxayın gələn kəs? İstədiyinizi edin. Şübhəsiz ki, o, nə etdiyinizi görəndir. Özlərinə Quran gəldiyi zaman, onu yalan hesab edənlər mütləq cəzalarına çatacaqlar. O, şübhəsiz ki, çox dəyərli bir kitabdır. Nə öncə, nə də sonra batil ona yol tapa bilməz. O, hikmət sahibi, şükrə layiq olan Allah tərəfindən nazil edilmişdir. Ya Rəsulum, sənə ancaq səndən əvvəlki peyğəmbərlərə deyilənlər deyilir. Həqiqətən sənin Rəbbin həm bağışlayandır, həm də şiddətli cəza verəndir. Əgər biz onu özgə bir dildə olan Qur'an etsəydik, Məkkə müşrikləri, məyər onun ayələri müfəssəl izah olunmalı deyildimi? Bu nədir? Quran özgə dildə, Peyğəmbər isə ərəb midir? Deyərdilər. De, o iman gətirənlərə hidayətdir və şəfadır. İman gətirməyənlərin isə qulaqlarında karlıq vardır. O, Qur'an onları kör etmişdir. Onlar sanki uzaq bir yerdən çağırılırlar. Heç bir şey anlamazlar. Biz Musaya da kitab vermişdik və onun barəsində də ixtilaf düşmüşdü. Əgər sənin Rəbbinin öncə buyurduğu bir söz olmasaydı, dərhal işləri bitmiş olardı. Həqiqətən müşriklər Quran barəsində çox dərin bir şəkk içindədirlər. Yaxşı iş görənin xeyri özünə,
pislik edənin də zərəri özünə olar. Sənin Rəbbin bəndələrə zülm edən deyildir.